Salam, hər vaxtınız xeyir olsun. Ekspert rəyinin növbəti buraxılışı ilə xidmətinizdəyik və biz bugün zorakılıq haqqında, ailə zorakılığı haqqında danışacağıq. Və mən indi bugün studiyamızın qonaqlarını təqdim etmək istəyirəm. Sosial Xidmətlər Agentliyinin Stasionar Sosial Xidmətlərin Təşkili Departamentinin müdiri Məftunə İsmailova. Məftunə xanım, salamlayırıq sizi, xoş gəlmişsiniz. Və Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova. Mehriban xanım, sizi studiyamızda görmək xoşdur. Çox sağ olun ki, bizə vaxt ayırdınız. Mən söhbətə həm sizin üçün, həm tamaşaçılarımız üçün aydın olsun deyə niyə məhz bu mövzu ilə başlayırıq? Qısa bir giriş eləmək istəyirəm. Son vaxtlar yəqin ki, siz də görmüsünüz, biz hamımız, həmçinin tamaşaçılarımız da görüblər. Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində çox təəssüf ki, Azərbaycanda yenə zorakılıq halları, xüsusən ailədə zorakılıq halları və xüsusən də çox təəssüf ki, uşaqlara qarşı zorakılıq halları haqqında biz xəbərləri görürük, bu halın şahidi oluruq və uzun müddət maarifləndirmə işlərinə baxmayaraq, uzun bu müddət bununla bağlı debatlara baxmayaraq və bütün sanki cəmiyyətin bu haqda məlumatlı olmasına baxmayaraq və bunu etmək olmaz kimi artıq bir həqiqətin beyinlərdə artıq kök saldığı bir dövrdə yenə də bu hallar baş verir. Bugün biz bu dəqiqə çıxıb kütlədə sorğu aparsaq, 1000 nəfərdən 1000-i də 100% insanlar hamısı deyəcək ki, bu çox pis haldır. Zorakılığa qarşı, digər insana qarşı, xüsusən də fiziki cəhətdən zəif olan insana qarşı, qadına qarşı, uşağa qarşı zorakılıq çox pis haldır və buna yol vermək olmaz. Bununla hamı razılaşır. Amma cəmiyyətimizdə bu hal var. Və bu niyə baş verir sizcə? Nə üçün bu hallar yenə təkrarlanır və biz dəfələrlə təəssüf içində bu xəbərləri oxuyuruq? Sizdən başlayaq, Məftunə xanım. Ümumiyyətlə, zorakılıq dedikdə, harada insan varsa, insan faktoru varsa, yəni bu da bir davranışdır, yəni zorakılıq bir davranışdır, yəni bu da rast gəlir bütün cəmiyyətlərdə. Bütün həm ölkə daxili, həm ölkə xarici, bütün cəmiyyətlərdə zorakılıq halına rast gəlir. Uşaqlara qarşı olan zorakılıq halları isə çox təəssüf ki, ən pislənən, yəni heç vaxt rastlaşmaq istəmədiyimiz bir haldır. Və məişət zorakılığı bugün üçün ölkədə zorakılıq hallarının qarşısı alınması üçün ümumiyyətlə 3 istiqamətli iş aparılır. Bunun biri hüquqi, biri sosial xarakterli, bir də qabaqlayıcı tədbirlərdir. Ümumiyyətlə qanunvericiliklə isə bu məişət zorakılığı haqqında Azərbaycan Respublikası qanunu ilə tənzimlənir. Məişət zorakılığı halları adı altında olan zorakılıq halları. Məişət zorakılığı adı altında olan hallar dedikdə isə yəni qohumlar arasında baş verən zorakılıq halıdır. Yəni bu ər-arvad, ailə üzvləri, nənə-baba, yəni ümumiyyətlə qohumlar arasında baş verən və yaxud da ki eyni bir yerdə yaşamış, nikahlı və yaxud da ki nikahsız, öncədən və yaxud da ki hal-hazırda bir yerdə yaşayan insanlar arasında törənən bir zorakılıqdır. Burada həm bu fərdlərin, böyüklər arasında bir-birinə qarşı ola bilər, həm uşağa qarşı ola bilər və bu zorakılıq hallarının qarşısının alınması üçün də qeyd elədiyimiz qanunla tənzimlənən müəyyən bir proseslər həyata keçirilir. Bu həm hüquqi xarakterli tədbirlərdir, həm sosial xarakterli tədbirlərdir, bir də qabaqlayıcı tədbirlər. Əgər hüquqi xarakterli tədbirlərə gəlsək, bu artıq özündə cinayət halını əks etdirən hallar baş verirsə, cinayət prosesual qanunvericiliklə tənzimlənir. Yəni burada artıq fiziki zədə və yaxud da ki sağlamlığa zərər vermə və yaxud da ki iradəsindən asılı olmayaraq hüquqlarını məhdudlaşdırması və s. Əgər bu qeyd etdiyimiz cinayət prosesual qanunvericiliklə cinayət faktı aşkarlanırsa, bu artıq başqa bir cürə tənzimlənir. Sosial xarakterli tədbirlər dedikdə isə bu artıq sosial xidmət haqqında qanunla tənzimlənən, yəni o zorakı qurbanı adlanmış, status almış şəxsə göstərilən xidmətlər isə sosial xidmət haqqında qanunla tənzimlənir. Burada onlara göstərilən həm sosial hüquqi yardımdan söhbət gedə bilər, həm ümumiyyətlə sosial təminatın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, ümumilikdə isə həm sosial psixoloji yardımın alınması, burada artıq şəxsin həm adaptasiyası istiqamətində, sosial inteqrasiyası istiqamətində ümumiyyətlə
bərabər hüquqlu cəmiyyətin digər fərdləri ilə birgə yaşayışının bərpa olması istiqamətində həyata keçirilən ümumilikdə kompleks tədbirlərdən söhbət gedir. Yəni qeyd etdiyimiz kimi sosial xidmət haqqında qanunla tənzimlənir. Ən əsas məsələ burada qabaqlayıcı tədbirlərdir ki, qabaqlayıcı tədbirlər isə artıq cəmiyyətə verilən ismarı, cəmiyyətin bu prosesə baxışının dəyişdirilməsi istiqamətində işlərdir. Bax, cəmiyyətdə bəzən sosial şəbəkələrdə bu kimi xəbərlərin daha çox nidalı başlıqlar altında paylaşılması belə bəzən bu kimi halların çoxalmasına gətirib çıxara da bilir. Bugünə qədər gizli getmiş halların aşkara çıxarılmasına da gedə bilir. Yəni biz deyə bilmərik ki, bugün bu xəbərlər yayılmasın. Çünki yayılması bəzən bu kimi halların baş verməsinə bir tətikləyici faktor ola bilir. Bir ictimai qınaq olur. Bəli, digər halda isə bəzən isə zaten məişət zorakılığı gizli gedən bir zorakılıq halıdır. Çünki dediyimiz kimi ailə daxil olur və mentalitet olaraq da biz ailə sirri ailədə qalmalıdır, kənara çıxmamalıdır məsələsi ilə, xüsusən də bu uşaqlara qarşı zorakılıq halı olanda böyüklərdən uşaqlara, ailə üzvləri tərəfindən törədiləndə, məsələn, böyük orada da bir müəyyən proseslər gedir də, yəni bunu sən desən heç kim sənə inanmayacaq və s. və s. də, yəni onu törədən şəxs zaten onu manipulyasiya eləyir o qurbanını və saxlayır bu hədəfdə. Amma bu kimi xəbərlər çıxanda bəzən bu gizli gedən halların aşkarlanması da olur. Yəni o ondan irəli gələrək məsələn baxır ki, bundan baş verən hallar da bunu oxşayır və bunu müraciət edib bildirir. Yəni ümumiyyətlə bütün cəmiyyətlərdə rast gələn bir stigmatik bir prosesdir. Yəni xoşa gəlməz bir prosesdir. Qısaca olaraq desək, Məftuna xanım, qısaca olaraq desək, bu hallar niyə baş verir? Çox qısa bir cavab nə ola bilər? Bu halların baş verməsi burada qeyd etdiyim kimi, yəni zorakılıq fərdlər arasında, insanlar arasında baş verən bir hal olduğu üçün bu insana da dayanıqdır. Yəni psixologiyasına dayanıq, fərdin özünün inkişafına da dayanıq. Burada sosial faktorlar da rol oynayır. Bəzən sosial faktorlar əslində bu prosesin üzə çıxması üçün, yəni bu cür davranışın göstərməsi üçün bir səbəb ola bilir. Amma bugün sosial statusundan asılı olmayaraq, yəni ki, təminatlı yaşayıb və yaxud da ki, təminatsız yaşamaqdan asılı olmayaraq hər bir tip, hər bir kateqoriyadan olan ailələrin arasında rast gəlinən bir haldır. Yəni bu uşaqlara qarşı da olsa, ailə üzvlərinin böyüklər arasında da olmasa, bu tək sosial faktordan asılı deyil. Yəni insana yönəlik, fərdə yönəlik, onun özünün sosial-psixoloji vəziyyətinə yönəlik bir haldır. Həmçinin də sosial faktorlarda bəzən bu prosesi daha çox... Əsas səbəb sosial-psixoloji faktorlardır. Yəni şəxsə yönəlik və tətikləyici olaraq onun yaşadığı sosial qrupun içində. Bəzən, məsələn, fərd bir sosial qrupda nümunəvi müəllimdir, nümunəvi hansısa bir iş adamıdır və s. Yəni işlədiyi o sosial qrupda çox nümunəvi bir adamdır. Amma ailə daxilində ailə üzvlərinə qarşı zorakılıq törədən şəxsdir. Yəni bu bəzən, yenə deyirəm, hansı sosial qrupda bu proses üzə çıxırsa, orada özünü göstərir. Və ona görə də məişət zorakılığı qeyd etdiyimiz kimi də çox vaxt da gizli qalır. Çünki ailə daxilində baş verir və bunlar bəzən ailə üzvləri bu mühitdə yaşadığını bildirmək istəmir və s. Yəni ona görə də bu sahədə çalışan peşəkarlar, mütəxəssislər mümkün qədər belə bir halı aşkarlayırlarsa, biraz daha həssas yanaşıb, aidiyyəti üzrə müraciət etməsi üçün həmin şəxsi bir növ dəstəkləməlidirlər ki, müraciət edə bilsin. Aydındır. Mehriban xanım, siz razısınızmı? Yox, təbii ki, razıyam, amma biraz əlavələrim var. Ümumiyyətlə, əlavələrim ondan ibarətdir ki, Məftuna xanım onu qanunvericilik baxımından dedi, ümumi belə deyək də, elmi tərəfdən dedi. Mən biraz bəsit deyim, fikrimi səsləndirim. Məsələ ondadır ki, hazırda baş verən hadisələrin yaxşı maarifləndirmənin nəticəsi kimi qiymətləndirə bilərik. Çünki müraciət edən çoxdursa, demək maarifləndirmə təsir göstərir. Amma maarifləndirmənin özündə də necə maarifləndirmə, o başqa mövzudur, mən ona toxunmuram. Söhbət ondan gedir ki, əsrlər boyu ümumiyyətlə qadın əmlak, qadın və uşaq əmlak olub. Şüurlarda, genetikada, kodlarda bu belə ötürülür. Sən mənim əmlakımsan. Tutaq ki, məsələn, Sokrat deyir ki, qadın insandır, onun ruhu var mı? Yəni bu bücəylə, bu belə deyək, ötürülə əsrlər boyu bu fikir paylaşa, məsələn, bir çox ölkələr var idi ki, İngiltərə kimi ölkədə deyirdi ki,
kişi qadını döyə bilər, amma çubuğun nazikliyi çeçələ barmaq qədər olmalıdır. Yəni qanun özündə salmışdı. Sovetin dövründə bu mövzu ümumiyyətlə tabuydu və hər zaman mövzu belə gedir ki, qadın və uşaq kişinin əmlakidir. Yəni şüurlarda bu belə siz təsəvvür edin, birdən bu şüurlar darmadağın edirik və deyirik ki, yox, qadın kimliyi var, şəxsiyyətdir, insandır, bərabərliyi var və bu bir növ sosial rolların dəyişməsi də biraz öz təsirini göstərir. Məsələn, qadının güclənməsi, kişinin bu gücün qarşısında özünü eyni gücdə görə bilməyəndə bu zorakılığı törədir. Psixoloji olaraq qadın güclü olanda, məsələn, əvvəllər qadın kişinin arxasında dayanırdı və öz gücünü onun vasitəsilə ötürürdü. İndi yox, qadın onun vasitəsilə yox, öz vasitəsilə öz gücünü ictimailəşdirə bilir. Və bir çox hallarda bu deyildiyi kimi psixoloji amillər yaradır və burada gücün idarə etmək, nədir bu? İdarə etmək, tabe etmək, güc nəyə görə? Onun vasitəsilə bu psixoloji ola bilər, bu iqtisadi ola bilər, bu fiziki ola bilər, bu cinsel ola bilər, yəni acığını çıxmaq və öz hakimiyyətini göstərməkdən ötəri bunları tətbiq edir ki, sən mənim əmlakimsən və mən dediyim kimi olmalısan və mən səndən güclüyəm və bu gücü fərqli formada tətbiq etməyə sərf edir. Yəni şüurlu adamlar başa düşür ki, yox, qarşısındakı insandır. Burada insana hörmət və şəxsiyyətə hörmət bir düşüncəsini formalaşdırmaqdan söhbət gedir. Və uzun müddət gedən bir prosesi birdən-birə dağıdırıq və bütün dünya deyir ki, yox, qadına qarşı zorakılıq olmaz. Bu əlbəttə ki, qəbul olunmur və kifayət qədər. Və bunun özünün içərisində də ənənəvi davranış modeli var ki, belə görüb. Bu adam belə görüb, belə qəbul edib, atası anasını döyüb, məsələn, bibisinin əri bibisini döyüb, əmisi öz arvadını döyüb və bunlar bunu güya tərbiyələndirmək metodu kimi tətbiq ediblər. Tərbiyələndirmək də nədir? Həmin ailənin davranışına uyğunlaşdırmaq və yaxud onun kimi olmaq. Yəni sən özün ola bilməzsən, sən mənim kimi olmalısan və məni təkrarlamalısan. Bilməm, fikrimi izah edə bilirəm, çalışıram biraz sadə dillə izah edəyəm. Və bunlar hamısı təbii ki, bir toqquşma yaradır, bir hansısa qarşılıqlı. Ola bilsin, bəzi qadınlar bunu demir, amma davranış onun razı olmadığını. Zorakılıq nədir? Şəxsinin istəyinin əleyhinə ona qarşı tətbiq edilən hərəkətlərdir. Yəni, mən istəmirəm, amma sən məni zorla vadar edirsən və bu zəncirvarıdır. Tutaq ki, məsələn, bir dəfə gəldim, bir şillə vurdum. Təbii ki, o şillənin də özü bəzən zorakılıq kimi qiymətləndirə bilər. Elə adam var ki, tutaq ki, məsələn, o şillə onun bütün həyatını travmaya çevirə bilər. Onun üçün ona görə yaxşı mütəxəssis məsələsi müzakirə olunur ki, o qiymətləndirə bilsin. Bu bir şillə doğrudan da bunun şəxsiyyət olaraq yox eləyə bilərmi və yaxud degradasiya sala bilərmi, o travmaya düşə bilərmi, sonradan hansısa davranışlar sərgiləyə bilərmi, tutaq ki, sonra hansı hərəkətlər, hətta cinayətə qədər gedən hərəkətlər eləyə bilərmi? Bunu yaxşı mütəxəssis dərhal müəyyənləşdirə bilər. Amma o ola da bilər ki, məsələn, həmişə misal gətirirəm, bizdə qonşuda bir xanım var idi, məndən bir sinifdə oxuyurdu. Onun atası yanında söyürdü və bunu normal qəbul edir. Mənim yanımda bu olmamışdı, mən böyük travma keçirdirdim. Baxın, burada fərqlər var da. Ola bilsin, kimsə bunu norma kimi qəbul edə bilər və yaxud deyə bilər ki, bu adətən nədir. İndi əgər bu bunun istəyini, belə deyək də, bunu narahat eləmirsə, zoran onu sirkəliyib demək ki, sənə zorakılığa məruz qalırsan. O baxımdan mən təbii ki, ağır fəsadlarla uşağın gözünün qarşısında olan hərəkətlərin tətbiqi ola bilsin şəxsin özünə yox, amma bu uşağa təsir eləyə bilər, onun psixikasına təsir eləyə bilər. Bu mövzu çox fenomenal mövzudur və çox incəlikləri var və hər yerdə, məsələn, bəzi hallarda o zorakılığa təhrik məsələsi də müzakirə olunur ki, bəzilər deyir ki, hə, xanım öz qəsdən o həddə çatdırır ki, gəldi məni vurdu. Təəssüf. Bu qəbul olunmamaq. Əlbəttə. Biz nə üçün bu mövzu ilə bağlı məhz sizi dəvət etmək qərarına gəldik. Çünki siz bilavasitə bu cür insanlarla tez-tez rastlaşan, bu cür insanlara, zorakılığa məruz qalan insanların sığınacağa yerləşdirilməsinə yardım edən bir insansız, uzun müddətdir ki, bu işlərlə məşğulsuz, cəmiyyət üçün çox faydalı bir işlə məşğulsuz və istərdim ki, ona görə də siz
gördüyünüz misallarla, bu illər boyu qarşılaşdığınız hallarla, belə deyək ki, misal olaraq danışasınız bizə ki, ən çox hansı istiqamətli olur bu zorakılıq qurbanları, daha çox hansı hallarla rastlaşırsınız və zorakılığa məruz qalanlar və zorakılığı törədənlər bu haqda nə düşünürlər, necə izah edirlər? Zorakılığa qalanın fikri nədir və zorakılığa məruz qoyan, zorakılıq törədən insan özünə necə haqq qazandırır? Demək, bizə müraciət edən şəxslərin arasında daha çox qəbul etdiklərimiz fiziki zorakılıqla bağlıdır. İnsanlar daha çox fiziki zorakılığı görür. Bu daha çox qadınlar olur, yoxsa uşaqlar olur? Yox, bizdə qadınlardır və uşaqlardır, amma uşaqlar Sosial Xidmətlər Agentliyi tərəfindən istiqamətləndirir. Qanuna uyğun olaraq biz onu özümüz müstəqil qərar qəbul edib götürə bilmərik. Məsələn, bir neçə il bundan öncə baş verə bilirdi. Amma indi qanunvericilikdə dəyişiklik var və Sosial Xidmətlər Agentliyi bizdə uşaqları istiqamətləndirir. Və burada bizə düzdür, uşaqlar arasında baxımsızlıq, tutaq ki, evdə psixoloji gərginlik həddi, uşaqla davranış tətbiq, digər hallarla bağlı istiqamətləndirilir uşaqlar, amma qadınlar daha çox polis tərəfindən istiqamətləndirilir və bizə gəlib çıxanlar da fiziki, zəng vuran da məsələn, sığınacaq istəyən şəxslər deyir ki, mənə şiddət göstərir, mənə döyür. Amma şiddətin və yaxud zorakılığın o birisi formaları, biz onu qiymətləndirmə anketi aparanda müəyyən edirik ki, bundan zorakılığın bütün formalarını tətbiq edir. Və zorakılığın başlama tarixini soruşanda görürsən ki, bu gəlib bunun uşaqlığına da çıxır. Yəni, bunun təcrübəsi, zorakılıqla yaşamaq təcrübəsi, bunun uşaqlığından başlayır, sonra ailə qurduqdan sonra ailə üzvünə keçir. Yəni, valideynləri tərəfindən zorakılığa bizim məsələn, anket sorğumuzda biz onun o təcrübəsini, əvvəlki təcrübəni öyrənməyə çalışırıq ki, ailə içində buna münasibət necə olub və sonradan buna görə bu davranış modelini göstərir. Məsələn, elə qadınlar... Yəni, burada bir bağlılıq var. Ailədə əgər görürsə bu zorakılığı, sonraki taleyinə təsir edə bilir. İndi bir məsələ də var da, orada 3 tipaj var. Bir var ailədə görür, bir var ailədə görmür. Bir də var ki, ailədə görür və eyni zamanda gəlir düşür o zorakılıq törətmə. O maraqlı modeldir. Mən bilmirəm, sizə maraqlı olar. Ailədə zorakılıq görməyən şəxs gəlib zorakılıq mühitinə düşəndə o onun üçün də oradan da böyük bir zorakılıq. Hətta sözlə, fiziki bu bunun üçün böyük travmadır. Bir də var ki, ailədə zorakılıq görüb, gəlib zorakılıq görməyəndə onun davranışında da inanırsınız, fərqli bir məqamlar ortaya çıxır. Çünki bu davranışı görüb, ona qəribə gəlir ki, yəqin məni sevmirlər, yəqin mənə doğru davranmırlar və uzun müddət adaptasiya prosesi getməlidir və burada da bir qarışıq hadisələr ola bilər ki, çünki ömrü boyu görüb ki, bunu döyüb, tərbiyələndirirlər, bundan belə davranırlar falan. Və üçüncü ən qəribə tipajlardır ki, onlar zorakılıqdan çıxıb gəlib zorakılığa düşəndə yaxşı manipülator olurlar, özlərindən başqasına istiqamətləndirir. Yəni, bax, belə bir davranış modelləri ortaya. Yəni, bu, yenə deyirəm, elə bir sahədir ki, orada çox fərqli məsələlər var və hamıya eyni modeli tətbiq etmək mümkün deyil. Yaxşı, belə deyək, görməyin olmalıdır, görə bilməlisən və hiss etməlisən, eyni zamanda sənin sənədlərin nəticə verməlidir, sənə apardığın anketlər, testlər göstərməlidir ki, burada nə baş verir. Və bizə müraciət edənlər daha çox fiziki zorakılıqla müraciət edənlərdir, amma sonraki prosesdə onların həmi iqtisadi zorakılığa məruz qaldıqlarını görürük, ən çox psixoloji zorakılığa məruz qaldığını görürük, cinsəl zorakılığa məruz qaldığını görürük, hətta evlənənə qədər hansı cins zorakılığa məruz qaldığını bəlli olur və onlar bu barədə heç yerdə danışmırlar və bir çox hallarda bu hal gətirir onların ailənin yaxşı inkişafına maneçilik. Çünki travma qalıb. Bu adam öz daxilində gizlədir, qohumlarına gizlədir və yaxud qohumlar onu gizlətməyə vadar edib. Bu, sonradan onun ailəsinin bütöv və yaxşı inkişafına əngəl törədə bilər. Biz nə üçün bu mövzuları müzakirə edirik, nə üçün bu qanun qəbul olunub, nə üçün biz hər dəfə çalışırıq ki, bu reabilitasiya prosesləri və ümumiyyətlə zorakılıq vaxtında aşkarlamaq, Məftuna xanım da onu xüsusilə vurğuladı ki, vaxtında aşkarlamaq, sonraki ağır faciələr və yaxud çətinlikləri daha asan, daha az xərclə aradan qaldırmaq olur. Bu böyük bir zərərdir.
bu həm dövlət büdcəsinə zərərdir, həm ümumi bizim milli kimliyimizə zərərdir, həm ailə institutuna zərərdir və çoxlu zərərləri var ki, bu zərərlərlə bağlı və biz nəyə görə çağırışlar eləyirik, çıxışlar eləyirik və yaxud sizin bu mövzunuzu müzakirəyə çıxartmağınızı özü də insanların mövzu ilə bağlı məlumatlı olmasını. Və məsələ ondadır ki, təəssüf ki, bir çox hallarda ilkin başlayanda, məsələn, bizə müraciət edənlər bir də görürsünüz, deyir ki, sualın biri odur ki, ilk dəfə nə vaxt tətbiq olunur? Məsələn, eləsi var deyir 3 gün sonra, evlənəndən 3 gün sonra. Kim deyir 1 aydan sonra, kim deyir 1 ildən sonra, uşaq dünyaya gələndən sonra bu proseslər başlayır. Hətta məndə bir qadın var idi, o elə şövqlə danışırdı ki, deyir, mən belə vurdu, dişim buradan çıxdı. Və onu belə rəngarəng danışırdı ki, və mən buna baxanda dedim ki, bu qayıdacaq ərinin yanına. Çünki bu zorakılıqdan elə bir ki, sanki özü bunun ona qarşı bir lütf olduğunu qəbul edir, dərk etmir. Yəni, şuur olaraq tamamilə dərk etmir ki, onu şəxsiyyət olaraq məhv edir, onu aslı və... Yəqin ki, burada da psixoloji məqamlar var. Burada məsələnin mahiyyəti odur ki, şəxsin mühiti və şəxsin özünün düzdür, bunu çoxları sevgi adlandırır və sevgi kimi qəbul edirlər. Amma o formada insana tətbiq edilən zorakılıqdan sonra və bunu belə gözəl danışmaq və eyni zamanda... Mən bilən, hətta psixologiyada belə bir sindrom da var. Qurbanın Stockholm sindromu. Bəli, Stockholm... Əksəriyyətdə bu Stockholm sindromunun... Ona rəğbətin yaranması. Ona rəğbətin əsaslandırmaq, onu müdafiə etmək, bizdə də çoxları müdafiə edir. Yəni, zorakılığı müdafiə edir ki, filan səbəbi oldu, özünü günahlandırma sindromu var. Və özünü günahlandıraraq qarşı tərəfi müdafiə etmək, bunu daha çox ailənin sirrini yaymamaq kimi verir. Amma əslində zorakılığa dəstək verir. Şəxsin özünün zorakılıq törədənə dəstək verməsidir. Və digər bir məsələni də deyim, mən bilirəm ki, vaxt məhduddur. Məsələn, bizim təşkilat keçən ildən zorakılıq törədən kişilərlə işə başladı. Balaca bir kabinet açmışıq və psixoloq orada işləyir. Düzdür, hələ ki deməzdim ki, ilk dövrlərdə çox adam müraciət edirdi. Müraciət etmişdik bir neçə nəfər mühafizə orderi alanlar. Mən üzr istəyirəm, bir dəqiqləşdirmə aparmaq istəyirəm. Zorakılıq törədən kişilər özləri mi müraciət edirlər sizə? Əslində biz bunu Instagramdan etdiyi əvvəllər çox az idi. Amma indi, məsələn, müraciət edənlər var. Düzdür, onlar demir ki, mən zorakılıq törədirəm. Onlar ailə münasibətlərimdə çətinlik var və yaxud münasibətlərimizi qura bilmirik. Kömək istəyirlər ki, bu formada kömək istəyənlər artıb. Bu yaxşı bir məsələdir. Amma bu çox yaxşı olardı ki, sistemli şəkildə, məsələn, istiqamətləndirilmə olardı və bir çox kişilər elə düşünür ki, bu orada gəldi, danışdığı və hər tərəfdə bunu müzakirə edir. Ola bilsin, bu da bir stereotipdir, bir kompleksdir ki, mənim davranışımla bağlı məndə olur. Məsələn, dünən bizdə bir ailə var idi, qadın müraciət eləmişdi və kifayət qədər ziyalı ailədir. Qadın çox çalışır və çox psixoloji gərgin vəziyyətdədir. Ailəsinin dağılmaq ehtimalı yüksək idi. Dəvət etdiyi həyat yoldaşını da söhbət aparıldı. Bəlli oldu ki, çox ziyalı adamdır və çox... Amma özünü realizə etməkdə çətinlikləri var, ifadə etməkdə. Baxın, belə hallar da olur. Yəni, söhbət ondan gedir ki, insanlar bəzi hallarda o zorakılığı ifadə tərzini düzgün seçə bilməyəndə, məsələn, niyə iş yerində gedib müdürünü döymür? Amma gəlir iş yerindən hirsli gəlir, arvadını döymür. İfadə edilə bilmir də, o hansısa fikrini ifadə edə bilmir və ola bilsin ki, daha ən yaxını kimdir, onu başlayır döyməyə ki, bütün günahlar səndədir və əksər vaxt ittiham etməyə, öz alınmayan işlərini bir çox hallarda başqalarına, bu da kim olur? Ən yaxın adam olur. Biz hirslənəndə ən yaxın kimə deyinirik? Başqasının xətrinə deyə bilmirik də, öz evladımıza kiməsə deyinməyə başlayır. Bunu özümüzdə də hərdən müşahidə eləsək görərik. Və bu psixoloji zorakılıq, amma mən sizə deyim ki, daha ağır formadır və insanlar bu barədə məlumatlı olsa çox yaxşı olar. Təəssüf ki, qanunvericilik bunu cəzalandırmaq üçün kifayət qədər alətlər yoxdur. Aydındır. Məftuna xanım, mən istəyərdim ki, biz bu sahədə qanunvericilik haqqında danışaq və ümumiyyətlə dövlətin məişət zorakılığı qurbanlarına dəstəyi bu hansı formada baş verir, necə baş verir? Bu haqda danışaq, məlumat verək.
Biraz öncə Mehriban xanım da qeyd elədi. Ümumiyyətlə zorakılığın formaları var. Bu psixoloji zorakılıq, cinsi zorakılıq, fiziki zorakılıq və iqtisadi zorakılıq. İqtisadi zorakılıq dedikdə, yəni zorakılıq qurbanının mülkiyyətindən və yaxud da ki, onun iqtisadi əlində olan bütün bazasını mənimsəyərək, onu manipulyasiya edərək iqtisadi zorakılığa məruz qoyma və s. Ümumiyyətlə, bu əgər faktda bir insanda zorakılığa məruz qaldığı fakt aşkarlanırsa, bu ya şəxsin özü müraciət edə bilər və yaxud da ki, onun qanunu, onun razılığı ilə qanun nümayəndəsi müraciət edə bilər, bələdiyyə, yerli icra hakimiyyət orqanları, qeyri-hökumət təşkilatları, yəni şəxsin razılığı ilə hər bir şəxs onun haqqında müraciət edə bilər ki, belə bir zorakılıq qurbanı. Mən üzr istəyirəm, bəs tutaq ki, hər hansı bir kənar şəxs zorakılıq halı ilə rastlaşırsa, tutaq ki, deyək, qonşu da, bu barədə məlumat verdikdə bu proses necə baş verir? Bununla bağlı tədbir görülürmü? Uşağa münasibətdə qonşunun müraciəti belə araşdırılır. Böyüyə münasibətdə isə zorakılıq yerinə səfər edilsə də müvafiq icra hakimiyyəti orqanı şəxsin özünün razılığı ilə, yəni zorakılığı məruz qaldığı qeyd edilən şəxsin özü razılıq verməlidir ki, onun haqqında hansısa bir proseslərə başlansın. Bu halda ilkin instansiyada yerli icra hakimiyyətləri orqanları tərəfindən ilkin olaraq mühafizə orderinin verilməsidir. Mühafizə orderi dedikdə nə deyirik? Əgər şəxs yaşadığı yerdə qalaraq ona hər hansı bir kompleks tədbirlər görüləcəksə, onda mühafizə orderi verilir. Yəni qısa müddətli mühafizə orderi 60 gün ərzində verilir və bu mühafizə orderində mütləq zorakılıq törədən şəxsə yazılı xəbərdarlıq göndərilir. Yəni ki, hansı davranışları şəxsə qarşı zorakılıq hesab edilir, bu davranışları törətməməsinə dair xəbərdarlıq məktubu, belə deyək, göndərilir və şəxsin özünə 6 ay müddətində zorakılıq və mühafizə orderi ilə təmin edilir. Əgər bu prosesdə, yəni zorakılıq yenə davam edirsə, yəni qanun çərçivəsində danışsaq, artıq uzun müddətli mühafizə orderindən söhbət gedir. Uzun müddətli mühafizə orderi isə 60 və 180 gün müddətində verilir. Yəni maksimum 180 gün müddətini əhatə edilir və bura müraciət edə bilər həm şəxsin özü, həm yerli icra hakimiyyəti orqanları, həm prokurorluq müraciət edə bilər və məhkəmə qaydasında uzun müddətli mühafizə orderi tətbiq edilir. Burada da qeyd etdiyimiz kimi şəxsin zorakılıq törədən şəxsin, zorakılığa məruz qalan şəxsə qarşı hansı davranışlara yol verilməzdir. O öz əksini tapan bir mühafizə orderi, bir akt təmin olunur. Sadə ilə izah eləsək, bu nə deməkdir? Mühafizə orderi dedikdə? Mühafizə orderi o deməkdir ki, şəxsin qorunması üçün qarşı tərəfə yazılı surətdə artıq bir məlumat gedir. Əgər hər hansı bir tədbir, yenə bir zorakılıq faktı, artıq bu cinayət xarakterli olaraq qeydiyyata alına bilir. Yəni bir növ onunla daha sərt tədbirlərin görülməsi üçün zəmin verir. Ona yaxın getməmək, nə bilim, ona o davranışları göstərməmək, yəni o hansı davranış ki, zorakılıq halı kimi dəyərləndirilmişdir, o davranışların təkrarlanmamasının qarşısını almaq üçün. Yəni bu zaman məişət zorakılığı qurbanı bu zorakılığı törədən şəxslə yenə də mi bir yerdə qalır, bir evdə qalır, yoxsa? Yox. Məhz ayrıla bilər. Əgər bəzi hallarda isə zorakılıq qurbanı artıq yardım sığınacaqlara yerləşdirilir. Yəni, bunun üçün qanunvericiliklə tənzimlənən yardım mərkəzləri var. Məişət zorakılıq qurbanlarına yardım mərkəzləri. Bu həm dövlət tərəfindən təmin olunur. Bildiyiniz kimi, Sosial Xidmətlər Agentliyində belə bir sığınacaq var. Həssas sahəli qrupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya müəssisəsinin bir şöbəsi var. Məişət zorakılığına zərər çəkmiş şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya şöbəsi. Yəni, həm ora yerləşdirilə bilər və yaxud da ki, akkreditasiya olunmuş qeyri-hökumət təşkilatları var. Yəni, akkreditasiya olunmuş o deməkdir ki, qiymətləndirmə nəticəsində bu qeyri-hökumət təşkilatlarının məişət zorakılığı qurbanına yardım mərkəzi kimi xidmət göstərə biləcəyi təsdiqlənmiş, akkreditasiya olunmuş 8 belə bir qeyri-hökumət təşkilatı var. Elə Mehriban xanım da o təşkilatlardan birinin rəhbəridir ki, onlar da bu yardım mərkəzi və sığınacaq funksiyasını daşıya bilir. Yardım mərkəzləri və sığınacaq funksiyası daşıyan bu təşkilatların olması vacibliyi odur ki, xidmət əlçatan olsun. Yəni, ancaq Bakıda deyil, regionlarda da belə bir xidmətin yaradılması üçün
bu akkreditasiya olunmuş təşkilatlarda bu xidməti göstərə bilir. Qanundan tənzimlənir bu prosesdə. Ümumilikdə isə nəşə zorakılığına məruz qalmış şəxs əgər xidmətə götürülürsə, bu halda yəni 24 saat ərzində təcili ilkin olaraq qiymətləndirmə aparılır və mütləq polisin məişət zorakılığı təsdiqləyən aktı olur və müşayiət edilməklə, yəni burada sosial işçi də qiymətləndirməni aparır. Məişət zorakılığı polisin aktı ilə təsdiqləndikdən sonra müşayiət olunaraq qeyd elədiyimiz sığınacaqların birinə yerləşdirilir. Ya dövlət nəzdində fəaliyyət göstərən və yaxud da ki, qeyri-hökumət təşkilatlarında. Sığınacağa yerləşdirilən ilk 3 gün ərzində o böhran vəziyyəti deyirik biz ona, yəni ilkin sosial-psixoloji, hüquqi yardım və s. yardımları alır. Əgər şəxsin öz razılığı ilə sığınacaqda yaşamanı davam eləmək istəyirsə, orada artıq sosial işçinin hazırladığı plan əsasında yəni plan tutulur, hansı müdaxilə tədbirləri həyata keçiriləcək, bu şəxslə hansı işlər görüləcək, müdaxilə planı hazırlanaraq sığınacaq əsaslı xidmətə göstərilir. Uşaqlara münasibətdə bu 2 ay, böyüklərə münasibətdə 3 ay, amma sığınacaqda yaşama müddəti 6 aya qədər uzadıla bilir. Yəni şəxs 6 aya qədər bu yardım mərkəzlərində sığınacaqda xidmətdən ala bilər. Hüquqi yardım dedikdə, bu sosial hüquqi yardımda bunun sənədlərinin qaydaya düşməsindən söhbət gedir. Yəni hansı sənədləri almalıdır? Ola bilsin ki, bəzən onların tutaq ki, sənədlərində natamamlıq olur. Çünki bu məşğulluğa cəlb prosesi, hansı məşğulluq prosesinə yenidən cəlb oluna bilər. Peşə artırma kurslarına yönləndirmə ola bilər. Uşaqlara münasibətdə təhsilinin, sosial-pedaqoji dəstək və təhsilinin davam etdirilməsi. Həmçinin hüquqi yardımla bərabər ilkin tibbi yardım alma hüququ da var. Məişət zorakılığına məruz qalmış şəxsin və qanunvericiliyə edilmiş yeni dəyişikliyə görə artıq sosial və hüquqi yardım belə dövlət vəsaiti hesabına məişət zorakılığına məruz qalmış şəxslər, insan alveri qurbanları kimi onlar da pulsuz şəkildə hüquqi yardım almaq səlahiyyətinə artıq malik oldular. Yəni bu hüquqa əldə etdilər və əgər məişət zorakılığı faktı varsa, hüquqi yardım da ala bilirlər. Yəni dediklərinizdən dövlətin verdiyi, sosial xidmətin zəmanət vermiş həcmində, həmçinin sosial-psixoloji, sosial hüquqi və sosial-mədəni, ümumilikdə sosial xidmət haqqında tənzimlənən bütün forma və növü üzrə xidmətlərlə əhatə olunurlar. Dediyinizdən bir vacib çıxarış eləyim icazənizlə tamaşaçılar üçün. Hörmətli tamaşaçılar, əgər siz hardasa uşağa qarşı zorakılıq halı ilə rastlaşsanız, qonşuluqda yaxınlar, qohumlar arasında bu haqda mütləq müvafiq orqanlara məlumat verməyinizi xahiş edirik ki, bu istiqamətdə mütləq təcili tədbir görülsün ki, biz ən azından uşaqları bu bəladan mühafizə edə bilək, müdafiə edə bilək. Çünki uşaqlar məlum olduğu kimi özlərini müdafiə eləməkdə bir qədər acizlik çəkirlər, çətindir onlar üçün. Onlar bilmirlər bu barədə öz hüquqlarını və s. Və bununla bağlı cəmiyyət olaraq bizim də üzərimizə müəyyən bir məsuliyyət düşür. Və Məftənə xanım, mən istərdim bir məsələni də deyək. Biz dedik ki, bəli, uşaqlar bilmirlər. Bir balaca. Əlbəttə, buyurun. Söhbət ondan gedir ki, Azərbaycan cəmiyyəti doğrudan da uşağa qarşı zorakılığa çox həssasdır. Yəni kifayət qədər dərhal reaksiya verir və dərhal onu ictimailəşdirir, müraciət edir. Bu məsələlərdə hətta bu yaxında olan hadisədədir. Qonşular müraciət edir. Amma qadınlarla bağlı belə deyil. Stereotiplər bəzi hallarda görürsünüz ki, daha çox... Çox təəssüf ki, burada da cəmiyyət olaraq artıq bu cəmiyyətin probleminə çevrilib və cəmiyyət olaraq maarifləndirmə işləri aparılmalıdır ki, artıq bu stereotiplər beyinlərdən silinsin ki, bunu norma kimi qəbul etməsin insanlar. Siz qanunvericilikdə də yazıb, şəxsin özün razılığı. Burada şəxsin özün razılıq hissəsi də var axı. Yəni, şəxsin özü razılıq vermədən onun haqqında müraciət etmək mümkün deyil. Yəni müraciət edilirsə... Yəni, hər hansı bir insan fikirləşir ki, kobud desək, nəyimə lazımdır? Yəni, sonda mən günahkar çıxacam, onlar barışacaqlar, mən qalacam pis, olacam pis. Bax, bu məsələ də var. Yəqin ki, bu yəni, amildə... şəxs 18 yaşdan yuxarı, ümumiyyətlə də şəxsin hər kəsə özü müraciət etmə hüququ var. Bəli, bəli. Yəni, bunu qonşusu yox, özü də müraciət edir. Amma ola bilsin ki, tutaq ki, elə bir situasiyada saxlanılır ki, o müraciət edə bilmir, o hal başqadır. Onda da məxfilik zaten qorunmaqla müvafiq icra hakimiyyəti orqanlarına məlumat verilməlidir ki, bu hal aşkarlansın. Sir deyil ki, bəzən bu ailə zorakılığı halları gizli qalır. Bunu ailədə örtbasdır etmək, çölə çıxmasın, artıq bir qədər əvvəl özünüz də bu haqda danışdınız. Bununla bağlı, bununla mübarizə aparmaq üçün, bu hallara qarşı mübarizə aparmaq üçün hər hansı bir mexanizmlər varmı? Bu hallarda
dövlət olaraq, biz cəmiyyət olaraq nə edə bilərik ki, bu hallar, bu stereotiplər dəyişsin ki, bu zorakılıq halları gizli qalmalıdır, ailədə qalmalıdır, ailə sirri olaraq qalmalıdır. Bax, buna qarşı biz necə mübarizə edə bilərik? Ailə bir kiçik dövlətdir desək də, yəni ailənin fərdləri zaten bir yerdə ancaq yaşamırlar. Onların uşaq da məktəbə gedir, bağçaya gedir, icbari tibbi xidmətlər alır, müayinələrdən keçir və s. Əgər zorakılıq faktı varsa, zorakılıq faktı əgər bütün bu mütəxəssislər, yəni ailənin fərdləri olan insanlarla işləyən, xüsusən də uşaqlara münasibətdə bildirirəm. Yəni müəllimlər, pedaqoqlar, həkimlər, tibb bacıları, hər bir şəxsin özü öz fəaliyyəti çərçivəsində zorakılığın nə olduğu və onun əlamətlərinin nə olduğunu bilirsə, o halda aşkarlanma mümkün olur. Yəni çünki bəzən uşaqlar o mühitdə böyüyür deyə onlar bunu normal hesab eləyirlər. Elə bilirlər ki, bunların ailəsində bu baş verirsə, qonşuda olan ailədə də bu baş verir. Bu xüsusən də kiçik yaşlı uşaqlara münasibətdədir. Böyük yaşlı uşaqlarda isə bu zoraki mühitdə olan uşaqlar digər cəmiyyətdə isə deviant davranışlarla üzə çıxırlar. Yəni qeyri-adi davranışlar olur, normaya uyğun qeyri-adi davranışlar ilə. Bəzən bunu uşağın şəxsinə yozurlar. Yəni davranış problemli uşaqla özünü idarə edə bilmir falan, amma olduğu, yəni məktəbdə, sosial qrupda, dərnəkdə, harda olsa və yaxud da tibb müəssisəsində daha diqqətlə yanaşılsa ki, bunun hər hansı bir psixiatrik, psixoloji problemi yoxdursa, deməli bu davranışın kökündə olduğu o sosial qrupun rolu var. Yəni ailənin mi rolu var, məktəbin mi rolu var, nəyin rolu var, onu aşkarlasa. Və yaxud da ki, ailə içindən nüfuz etmədən söhbət gediriksə, bu günlərim o öncə də qeyd elədik ki, sosial nəşə zorakılığı halında ümumiyyətlə müdaxilə yolu hüquqidir, sosial xarakterli tədbirlərdir və preventiv, qabaqlayıcı tədbirlərdir. Qabaqlayıcı tədbirlər isə bu sahədə ən çox maarifləndirmə proseslərinin, qaydaların qəbul edilməsidir. Yəni qabaqlayıcı tədbirlər dedikdə o peşəkarlara münasibətdə əgər halı müəyyən etmisənsə, necə müraciət etməlisən, necə bunun qiymətləndirməsini aparmalısan, necə müraciət etməlisən ki, bu proses aşkarlansın və s. Ailələrin nüfuz etmədə isə maarifləndirmənin rolu böyükdür. Yəni ki, bu sahədə həm kütləvi informasiya vasitələrində, həm ümumiyyətlə bu xarakterli filmlərin çəkilişimi deyək, bu xarakterli hansısa bir sosial roliklərin hazırlanması mı deyək ki, yəni izlənsin. Məsələn, beynəlxalq təcrübələrdə, ümumiyyətlə bizim ölkədə var, bəzən ismarıcılar şəkildə insanların daha çox istifadə etdiyi, tutaq ki, nəqliyyat vasitələrində belə bir sloqanlar şəklində yazılır ki, hara müraciət eləyə bilərsən, nədir bunun xarakteri? Yəni, insanlar hara müraciət etməni bilməlidirlər, necə müraciətin forması, necə olmalıdır, onu bilməlidirlər. Hara müraciət etməlidirlər? Elə bunu yer yemişkən deyək. Müraciət üçün, ümumiyyətlə, məişət zorakılığı halıdırsa, müvafiq icra hakimiyyəti orqanı deyil də, yerli icra hakimiyyətləridir. Yəni ki, ilkin olaraq qiymətləndirmə yerli icra hakimiyyətləri tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti odur. O dediyimiz o mühafizə orderi və s. digər tədbirlərin həyata keçirilməsi üçün və mütləq polis, yəni ki, Daxili İşlər Nazirliyinin struktur bölmələri, çünki məişət zorakılığı halı təkcə psixoloji zorakılıq deyil, o özündə cinayət xarakterli. Bəs telefon vasitəsilə hər hansı bir yardım üçün müraciət etmək olarmı? Yardım üçün Sosial Xidmətlər Agentliyinin də telefon nömrələrinə müraciət edə bilərlər. Digər bu sahədə məşğul olan bütün digər mərkəzi icra hakimiyyəti orqanlarına da müraciət ola bilər. Yəni, zorakılıq halında edilmiş bütün müraciətə geri dönüş olur. Yəni, heç bir halda geri dönüşsüz olmur. Ümumiyyətlə, Sosial Xidmətlər Agentliyi isə bu sahədə qaynar xətti fəaliyyət göstərir. 116-123, buradan da səsləndirə bilərəm. Yəni, 7-24 fəaliyyət göstərən bir qaynar xətti 116-123. 116-123. Yəni, bura müraciət etməklə həm müraciətin qeyd elətdirə bilərlər, Sosial Xidmətlər Agentliyi filialları vasitəsilə yaxınlaşıb müraciət eləyə bilərlər, dost mərkəzlərinə yaxınlaşıb müraciət eləyə bilərlər, sosial şəbəkələrdən Sosial Xidmətlər Agentliyinin sosial şəbəkələri üzərindən də müraciət eləyə bilərlər. 116-123-ə müraciət eləyirlərsə, həm müraciət kimi edə bilərlər, yəni qeydə alınır, həm də sosial-psixoloji ilkin yardım üçün də müraciət eləyə bilərlər ki, yəni dəyərləndirmə aparılır operator tərəfindən, hansı problemlər var. Əgər yerləşdirmə lazım olursa, müvafiq dövlət orqanlarının dəstəyi ilə qiymətləndirmə aparılır. Burada məişət zorakılığı faktını aşkarlamaq üçün mütləq və mütləq ilkin qiymətləndirmənin, o sosial-psixoloji vəziyyətin qiymətləndirməsi çox böyük rol oynayır. Çünki bəzən müraciətlər yəni özündə məişət zorakılığını, ümumiyyətlə zorakılığı
səciyyələndirmir. Bəzən baxırıq ki, başqa səbəblə edilən müraciət olur, yəni başqa bir məsələdir, amma bunun fonunda insanın emosional sferasında bir problem yaşanıb və mən zorakılığa məruz qaldım adı altında müraciət edilir. Düzünü deyim ki, belə müraciət hallarımız da olur. Aydındır. Yəni qiymətləndirmədən çox şey asılıdır. Aydındır, təşəkkür edirəm. Çox yaxşı ki, bu müraciət üçün vasitələri səsləndirdik burada, xüsusən də qısa nömrəni səsləndirdik. Bu çox vacib məsələdir və ümid edirik tamaşaçılarımız da bu nömrəni yadda saxladılar. Mehriban xanım, mən istərdim ki, siz əslində bizim bu söhbətimizin, bütün söhbətimizin bir ana xətti olaraq bu ideya var ki, burada maarifləndirmənin ictimai şuurda bir dəyişikliyin baş verməsi son dərəcə vacibdir ki, artıq o köhnə stereotiplər silinsin və hər bir cəmiyyətin hər bir üzvü bu cəmiyyətin tam hüquqlu üzvü olaraq özünü dərk etsin və cəmiyyətin digər üzvləri də cəmiyyətin başqa üzvlərinin belə hüququnu tanısınlar və bunun üçün yəqin ki, bizim qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, həmçinin sizin rəhbərlik etdiyiniz ictimai birliyin də üzərinə müəyyən bir iş düşür. Sizcə, bax, ictimai şuurda bu müsbətə doğru dəyişikliyə nail olmaq üçün qeyri-hökumət təşkilatlarının nə edə bilər? Onlar nə edirlər? Sizin bilavasitə rəhbərlik etdiyiniz ictimai birlik nə işlər görür? Bildiyim, bayaqda müzakirələrimizdə deyirik, bir çox hallar stereotiplərlə bağlıdır. Yəni, əsrlər boyu davam edən formalaşan stereotiplərlə bağlıdır. Və bu stereotiplərin aradan qaldırılması üçün təkcə QHD yox, eyni zamanda qanunverici tədbirlər də nəzərdə tutulur. Məsələn, tutaq ki, qız qaçırtma var idi, qanunvericilikdə bunu qadağan elədilər. Qohumlarla evlilik var idi, bunu qadağan elədilər. Erkən nikah məsələn, görürsünüz, bu stereotiplərdir və uzun müddət idi erkən nikahla bağlı davamlı işlər görülürdü, maariflənirdi. Amma maariflənin bir tərəf yaxşı oldu ki, aşkarlanma çoxaldı və qanunvericilik artıq sərt tədbir görməyə başladı. Çünki o gizli gedirdi, latent gedirdi, bilinmirdi. Sonradan uşaq dünyaya gələndən sonra bəlli olurdu ki, bəs erkən nikah qurbanıdır, 15 yaşında, 16 yaşında dünyaya uşaq gətirir. Baxın, bu hamısı kompleks şəkildə həyata keçirilməlidir. Yəni, QHD maarifləndirirsə, düzgün maarifləndirirsə və hədəfli maarifləndirirsə, bu dəqiqə imkanlar daha genişdir. Məsələn, sosial şəbəkələr vasitəsilə bu maarifləndirməni daha effektiv həyata keçirmək olar. Və mən düşünürəm ki, şuuru dəyişmək üçün eyni zamanda mədəni faktorlara diqqət yetirmək lazımdır. Biz quru qanunla yox, eyni zamanda nümunələr, tamaşalar və yaxud filmlər deyildi və yaxud hər hal mənim yadıma gəlir, mənim bir layihəm var idi, insanal verimlə bağlı. Gedirdim rayonlara, konsert verdim, onun içində də mesajlarımı verirdim. Çox maraqla qarşılanmışdı və çoxu özü küçədə etmişdim bunu. Əhali toplaşırdı, 5 rayonda eləmişdim. Bəzi hallarda insanların nəyə daha çox cəlb oluna biləcəyini, nəyə daha maraq onu çəkə biləcəyini düşünüb o formada maarifləndirməni qoymaq lazımdır. Yəni, hər rayonun özünün xüsusiyyəti var, bunu öyrənmək lazımdır maarifləndirməyə getməmişdən öncə. Və yaxud tutaq ki, orada elə bir nüfuzda adamlar var ki, onlarla söhbət elə bir sənin 10 nəfərə çıxışın və yaxud müzakirənin daha effektiv olar. Yəni, sənin dəstək qrupların ola bilər ki, onlar bu mövzusunu daimi diqqətdə və hamı da onlara yaxınlaşır, onlarla müzakirə. Bu metodlar, çox müxtəlif metodlara əl atmaq lazımdır. Yəni, dayanmaq lazımdır. Mənim yadıma gəlir, HIV-lə bağlı bir mütəxəssis var idi, vaxtilə orada direktor. O deyirdi, mən bazara gedəndə nəyisə alanda da bu barədə məlumatlandıram. Yəni, biz əgər istəyiriksə cəmiyyəti dəyişmək, bu QHT olsun, əlaqüstə QHT-lər, mövzu ilə bağlı narahatçılıq varsa, tutaq ki, erkən nikahla bağlı. Hətta bazara gedəndə də müzakirə apardığı adamlarla bu mövzunu təlqin etməlidir. Və yaxud marketə girəndə təlqin etməlidir. Və yaxud hansısa qohum əqraba arasında da xəbəriniz var, yeni bir qanun qəbul olunub, qohumlarla evlənmək olmaz. Bu hansı cəzaları gətirib çıxarır. Və dediyim kimi mədəni tədbirlər mütləq şəkildə belə stereotipləri aradan qaldırmaq üçün
həm qanunverici, həm də bu mədəni tədbirlərin artırılmasına diqqət yetirmək lazımdır. Və mən düşünürəm ki, mədəniyyət faktoru bu, ümumiyyətlə zorakılığın özünün kökündə də bir mədəni səviyyənin aşağı olması özünü göstərir. Və biz millət olaraq çox sevirik gözəl görünməyi, yaxşı görünməyi, insanlar bizi yaxşı qiymətləndirsin və mədəni faktor bu təlqin etməyi sevirik. Məsələn, başqa ölkəyə gedəndə fərqli özümüzü təqdim edirik. Ona görə nümunələr çox olmalıdır ki, bu da vacib məsələdir. Yaxşı nümunəvi ailələr, yaxşı nümunələr tez-tez onlar haqqında danışmaq lazımdır, o ailələr haqqında danışmaq lazımdır ki, insanların şuuruna yerləşdirib, qaba, kobud və yaxud zoraki bir şəxs kimi tanınması deyil, daha alicənab bir formada özünü təqdim edir. İndi orada Məftuna xanım dedi, manipulatorlar çox olur. Məsələn, özünü cəmiyyətdə belə təqdim eləyir, amma ailədə tamamilə. Amma mənə elə gəlir ki, vaxtında aşkarlamaq və zorakılığa məruz qalan şəxs hiss eləyəndə ki, artıq onunla baş verən hadisələr zorakılıq kimidir, müraciət edəsə bu daha vaxtında qarşısı alınır. Bura bir əlavə eləmək istəyirəm. Ümumiyyətlə, Sosial Xidmətlər Agentliyinin sosial sifarişi çərçivəsində maarifləndirmə işləri də aparılır. Yəni, bu sahədə daha peşəkar olan şəxslərə sosial sifarişlər verilir. Video çarxlarının hazırlanması, bukletlərin hazırlanması. Məsələn, tez-tez elə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sosial şəbəkələrini izlənəndə vətəndaşlar görə bilər ki, məsələn, mərkəzlərdə, dost mərkəzlərində bukletlərin paylanması, yəni bu sahədə müraciət başqa bir məsələ üçün mərkəzə yaxınlaşıbsa şəxs, yəni könüllülər vasitəsilə ona məişət zorakılığı haqqında bir məlumat da verilir. Yəni o bukleti gedəndə, nəqliyyat vasitəsində oturanda, evində artıq evə girir. O məlumat həmin şəxsin evinə girir. Yəni ona gətirirəm ki, yəni maarifləndirmə bir sferada getməli deyil, bir səth üzərinə getməli deyil. Hər tərəfli aparılmalıdır. Buklet şəklində evə girir. Televiziyadan olan bir xəbər evə girir. Telefonda olan bir insanın şuuruna təsir edir. Yəni hər tərəfli gedən bir maarifləndirmənin də bir az da olsa təsiri olur. Siz dediyiniz növbəti bir sualı meydana çıxartdı Məftuna xanım. Burada kadr hazırlığı, kadrların peşəkarlığı, o cümlədən də Sosial Xidmətlər Agentliyində məhz bu istiqamətdə məşğul olan kadrların peşəkarlığı, onların bu müxtəlif situasiyalara psixoloji hazırlığı və ümumiyyətlə qanunvericilik səviyyəsində hazırlığı, bu istiqamətdə işlər necə həyata keçirilir? Ola bilər ki, hər hansı bir təlimlər, daim qanunvericilik üzərində işlərin getməsi və s. Ümumiyyətlə, bu sahəyə diqqət çox artıb. Ümumiyyətlə, sosial işçi, bu sahədə daha çox çalışan mütəxəssislər, sosial işçilər və psixoloqlardır. Yəni, psixoloqlar artıq birbaşa reabilitasiya prosesində iştirak edirsə, sosial işçi həm bunun aşkarlanması, həm bu keysin, yəni bu halın idarə edilməsi və bu prosesin izlənməsində böyük rol oynayan bir ixtisaslı sosial işçilərin və bugün artıq dövlət proqramında belə sosial işçilərin hazırlanması və kvalifikasiyasının artırılması istiqamətində artıq öhdəliklər qoyulur. Məsələn, hər il müəyyən sayda sosial işçilərin hazırlanması. Bilirsiniz ki, ixtisas olaraq sosial işçi artıq hələ ki klinikləşməyib, yəni ki, dar ixtisaslara bölünməyib. Ancaq bugün bu sahədə çalışan sosial işçilər, bu sahədə çalışan əməkdaşlar, elə Sosial Xidmətlər Agentliyi adından deyə bilərəm ki, tez-tez həm təlimlər təşkil edilir, həm müəyyən bir maarifləndirici görüşlərdə iştirak edirlər. Onların sertifikatlaşmasının artması üçün imtahanlar təşkil olunur, yəni onların bilik və bacarıqlarının yoxlanılması və bu istiqamətində yeni təlimlərin təşkili istiqamətində də iş aparılır. Həmçinin agentlik olaraq, Sosial Xidmətlər Agentliyi olaraq biz sosial işi tədris eləyən hansı universitetlərdə, ali məktəblərdə sosial iş tədrisi olunursa, onlarla qarşılıqlı anlaşma memorandumları imzalayırıq ki, onlarda açıq dərslərin keçirilməsi, onlarla birgə bir tələbələrlə auditoriyada görüşlərin keçirilməsi, ümumiyyətlə bu peşə nədir, bu ixtisasda hansı sahə üzrə özünü inkişaf etdirə bilərsən, bu istiqamətdən verilən maarifləndirmə məsələlərinin birində də məişət zorakılığından toxunulur. Qeyd elədiyimiz kimi məişət zorakılığı gizli gedən bir sosial fenomendir və bu sosial fenomenin vaxtında aşkarlanması və ən vacibi də düzgün idarə olunması. Yəni, məişət zorakılığı halı baş verə bilər, aşkarlaya da bilər, amma bu qurbanla, yəni zərər çəkmiş şəxslə aparılan o sosial iş düzgün aparılmalıdır ki, bu zədə ağırlaşmasın. Bu reabilitasiya olub
təzədən öz həyatını davam etdirə bilsin bu şəxs və bu halların, bu kimi hallar təkrarlanmasın. Və burada da sosial işçinin, yəni bu кейsi idarə edən peşəkar mütəxəssisin peşəkarlığından çox şey asılıdır. Ona görə də yəni burdan da belə tələbələr üçün, ümumiyyətlə əməkdaşlar üçün çıxış edib demək istəyirəm ki, yəni Sosial Xidmətlər Agentliyi olaraq biz hər zaman hər dəstəyimizi göstərməyə hazırıq. Lazım olsa qeyd etdiyim kimi auditoriyalarda görüşlərə də gedirik davamlı olaraq. Həmçinin öz əməkdaşlarımızın arasında da təlimlər də təşkil edilir. Yəni bu sahə, bu sosial fenomenin az da olsa qarşısını almaya çalışırıq ki, yəni peşəkar yanaşma müsbət nəticə ilə nəticələnir. Aydındır. Vaxtımız çox az qalmama istərdim. Sonda hər ikiniz bir məsələyə münasibət bildirəsiniz. Mehriban xanım, sizdən başlayaq. Qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə bu sahədə əməkdaşlığı, yəqin ki, sizin də rəhbərlik etdiyiniz ictimai birlik bu sahədə müəyyən bir təcrübəyə malikdir. Bu, hansı səviyyədə həyata keçirilir? İndiyə kimi olan təcrübəniz nəyə etməyə əsas verir və yəqin ki, burada beynəlxalq təşkilatlarla da müəyyən əməkdaşlıq olmalıdır ki, onların təcrübəsindən yararlanmaq və s. müasir dünyada baş verən tendensiyalardan istifadə etmək və s. Bu istiqamətdə sizin rəhbərlik etdiyiniz ictimai birliyin fəaliyyəti haqqında məlumat verin, xahiş edirik. Bizim təşkilat demək olar ki, həm məişət zorakılığından zərər çəkmişlərlə iş apardığımızda, həm insan alveri qurbanlarından, bu baxımdan bütün qurumlarla bu və digər şəkildə əməkdaşlıq edir. Yəni, əsas iştirakçı bu sosial xidmətlərdir, bu Daxili İşlər Nazirliyidir, Ailə Qadın və Uşaq Problemləri üzrə Komitədir, Səhiyyə Nazirliyidir, Təbibdir, Dövlət Miqrasiya Xidmətidir, bəzən miqrantlar da olur bizdə, o baxımdan dövlət səfirliklərdir, Ədliyyə Nazirliyidir, yəni məhkəmələr falan. Və bu baxımdan bütün qurumlarla demək olar ki, bizim əməkdaşlığımız var. Bu bizim həm qanun bunu tələb edir, yəni qanunda yazılır ki, qeyri-hökumət təşkilatları əməkdaşlıq çərçivəsində həm bizə əməkdaşlığı onlar tərəfindən yönəlir, həm biz tərəfindən də müraciətlər olur. Çünki keyslər olur, bu keyslərlə bağlı müraciətlərə ehtiyac olur. Beynəlxalq təşkilatlarla bir neçə şəbəkələrin üzvüyük. Biz beynəlxalq şəbəkələrin üzvüyük. Təbii ki, dünyada baş verən tendensiyaları bilməsən, yenilikləri bilməsən, yeni modelləri öyrənməsən, yaxşı reabilitasiya prosesini edə bilməyəcəksin. Və bu reabilitasiya prosesində çox vacib məsələlərdən biri bizim ölkədə çatmayan tükənmə prosesində kadrın itirilməməsi. Ağır qruplarla işləyirlər, çox çətin qruplardır, bəzi hallarda şəxslər qarşısındakını sosial işə yox, daya görür və ondan tələbləri fərqli. Bəzi adamlar axıra qədər buna dözüm gətirə bilmir və bizim ölkədə çox vacib məsələlərdən biri həmin sosial işçilərlə işləyəcək supervizorların olması olduqca vacibdir. Yəni, bu institutu gücləndirmək lazımdır və o sosial işçiləri qorumaq lazımdır, onlarla fəaliyyətini daha gücləndirmək üçün dəstək vermək lazımdır. Bax, bu beynəlxalq təcrübədə var, bizdə hələ ki, çox cüzdür, bəzi yerlərdə var, amma çox geniş yayılmayıb. Düşünürəm ki, bunun tətbiqinə ehtiyac var. O cümlədən, məsələn, bizim təşkilat zorakılıq törədən kişilərlə iş üzrə bir şəbəkə var Avropada. Ona üzv olub, eyni zamanda qadınlara qarşı zorakılıq əleyhinə Avropa şəbəkəsi var. Orada üzdür, insan alverindən baxın, başqa şəbəkəyə üzdür. Və bu, məsələn, bunun tətbiqi, kişilərlə işin tətbiqini biz istəyirik ki, daha yaxşı bilək və ona görə o şəbəkənin üzvüyük, həm də təbii ki, burada Azərbaycan reallıqlarını, Azərbaycan mədəniyyətini, Azərbaycan fondunun mentallığını nəzərə almaqla bu işin tətbiqi ilə bağlı işimizi gücləndirmək fikrimiz var və bu, mən bilən Sosial Xidmətlər və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvləri də bu təlimlərdə iştirak edirlər. Mütəxəssislər var, yaxşı bilirlər bu işin mahiyyətini, hansı modelləri tətbiq etmək olar və beynəlxalq təcrübəni bilmədən bu proses bizdən asılı deyil. Dünya
o qədər qarışıb ki, yəni orada baş verən proses təbii. mütləq şəkildə hansısa formada. Biz həm də onu bilməliyik ki, qarşısını ala bilmək üçün özümüzün tədbirlərimizi görək. Məsələn, mənfi tendensiyalar gəlirsə, biz onu görürük, oradakı tendensiyaları görürük, onu qabaqlayıcı tədbirlərin içərisinə salırıq ki, davranış dəyişikliyi o həddə gəlib çıxartmasın ki, Aydındır. biz onun qarşısını ala bilməyək və yaxud daha çox xərc çəkək. Aydındır. Mən həmişə xərclə hesablayıram. Məftənə xanım, dövlət qurumları ilə, xüsusən də Sosial Xidmətlər Agentliyi ilə QHT-lərin əməkdaşlığı hansı çərçivədə həyata keçirilir? Məhz bu mövzu ilə bağlı, məişət zorakılığı ilə bağlı, buna qarşı mübarizə ilə bağlı. Ümumiyyətlə, məişət zorakılığı, öncə də qeyd elədiyimiz kimi, məişət zorakılığı ilə yardım mərkəzi və sığınacaq kimi fəaliyyət göstərən qeyri-hökumət təşkilatlar akkreditasiyasını həyata keçirir. Bugün hal-hazırda 8 artıq akkreditasiyası keçmiş qeyri-hökumət təşkilatı var ki, əməkdaşlıqda edilir Sosial Xidmətlər Agentliyi tərəfindən onlardan və bunların dövrü olaraq monitorinqin həyata keçirilməsi agentlik tərəfindən aparılır ki, yəni fəaliyyətləri hansı səviyyədədir, əgər hansısa bir boşluqlar müəyyən edilirsə, bununla bağlı tövsiyələrin verilməsi və daha da xidmətin keyfiyyətinin artırılması istiqamətində. Bu işin praktiki tərəfi. Bəli, bəs maarifləndirmə sahəsində? Maarifləndirmə tərəfindən isə qeyd etdiyim kimi, həm birgə təlimlərin təşkili həyata keçirilir, həmçinin sosial sifarişlər əsasında maarifləndirmə üzrə bir layihələrin həyata keçirilməsi ilə bağlı da sosial sifarişlər verilir qeyri-hökumət təşkilatlarına. Ümumiyyətlə, həmçinin qeyri-hökumət təşkilatlarından tez-tez bir görüşlər də keçirilir. Onların fikrinin alınması, hansı sahənin inkişaf etdirilməsinə ehtiyac var, necə yanaşmaq. Çünki vətəndaş cəmiyyətinin fikrini qeyri-hökumət təşkilatları bilir və onlardan alınan fikirlər də bizim üçün çox önəmlidir. Çox sağ olun, hər ikinizə təşəkkür edirəm və bu çox vacib, məsuliyyətli işinizdə, ümumiyyətlə cəmiyyətimiz üçün çox vacib bir işdə sizə uğurlar arzulayırıq və ümid edirik ki, yaxın gələcəkdə, çox tez deməyim, 5-10 ilə ümumiyyətlə bu mövzu aradan qalxacaq və heç bu mövzunu müzakirə etməyə ehtiyac qalmayacaq. Təşəkkür edirəm, çox sağ olun ki, dəvətimizi qəbul etdiniz və studiyamıza gəldiniz və mən qonaqlarımızı bir daha təqdim etmək istəyirəm, xatırlatmaq istəyirəm ki, bizim bugünkü qonaqlarımız Sosial Xidmətlər Agentliyinin Stasionar Sosial Xidmətlərin Təşkili Departamentinin müdiri Məftunə İsmailova və Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban xanım Zeynalova idi. Bizim müzakirəmiz isə burada yekunlaşır. Sağ olun, sağlıqla qalın.